Müasir dövrdə stres insanın həyatının ayrılmaz bir hissəsinə çevrilmişdi. Sürətlə dəyişən həyat tərzi, sosial-iqtisadi çətinliklər, informasiyanın həddindən artıq çoxluğu və gündəlik problemlər insanın psixoloji durumuna ciddi təsir edir. Stres orqanizmin keçirdiyi psixofizioloji gərginlik halıdır və insanın həm psixoloji, həm də fiziki sağlamlığına birbaşa təsir edir. Stresin səbəbləri olaraq sosial, psixoloji və fiziki amillərinə misal göstərmək olar. Daimi iş yükü, maddi problemlər, ailə münasibətlərindəki gərginlik və sosial təzyiqlər sosial amil olaraq qeyd oluna bilər. Psixoloji amillərdən özünə inamın zəif olması, gələcəklə bağlı narahatlıqlar, emosional qeyri-sabitlik kimi daxili faktorlar, fiziki amil kimi gərgin iş rejimi, yuxu çatışmamazlığı, sağlam olmayan həyat tərzi İnsan orqanizmini həssas edir və stresə gətirib çıxardır. Stresin uzun müddətli olması onun xroniki vəziyyətə keçməsi deməkdir. Xroniki stres zamanla ciddi xəstəliklərin yaranmasına şərait yaradır. Burada ürək-damar xəstəliklərini, şəkərli diabeti, hipertoniya, depressiya və bəzi immun sisteminin xəstəlikləri daxildir. Stres təbii ki, insan həyat keyfiyyətini aşağı salır. Ümumiyyətlə götürdükdə, stres həyatın qaçılmaz bir hissəsidir. Lakin onunla düzgün mübarizə aparmaq mümkündür. Sağlam həyat tərzi, emosional özünü idarə etmə, sosial dəstək stresin mənfi təsirlərini minimuma endirməyə kömək edir. Stresi idarə etməyi bacaran insanlar daha sağlam, məhsuldar və xoşbəxt bir həyat sürə bilər.